Hər vaxtınız xeyir olsun. YouTube, Instagram və TikTok hesablarımı takip edib, videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın. Suala baxırıq. Sual güvən 10-cu siniflərə buraxılış imtahanında salınıb. Düz bucaqlı üç bucaq çəkək. Katetlərindən biri 40-dır. Hipotenuzu bundan 45% böyükdür. Bura olsun 40. Hipotenuzu 45% böyükdür. Gəl hipotenuzu tapaq. 40-dan 45% böyük olan ədədi tapmaq üçün 40-ın üzərinə gəlirik. 40-ın 45%-ni. Gəlin ixtisar aparaq. 20-yə böləndə 5, 20-yə bölürük 2. 45-i 5-ə bölürük 9. 9 dəfə 2, 18, 40-ın üstünə 18, 58. Hipotenuz oldu 58. İndi burada biz digər kateti tapacaq, yəni x-i tapaq. Pifagor teoremindən istifadə edək. Katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. X-in kvadratını tapacaq. 58-in kvadratından 40-ın kvadratını çıxırıq. Burada alınacaq 1764 və kök alsaq x də bərabərdir 42. Düzgün cavab 42 olar.